Yəni demək istədiyim budur ki, İran Azərbaycanda şiə dövləti qurmaq istəyir. Bu nağıl məsələdir. Yəni nağıl məsələdir. Şiələr də həssə verəcək. Yəni bu var. Bəzi şiələr İrandan dəstək alır. Bəziləri ümumiyyətlə əlaqəsi yoxdur. Bəziləri sadəcə rəğbət bəsləyir. Təbiidir, yəni qonşuluğumuzda ölkədir. Azərbaycanda bəzi türkçülər var ki, Türkiyənin az qala bir yerinə girirlər. Yəni biz bundan heç danışmırıq. İran məsələsini qoymuşuq məsələni qabardırıq ki, bu belə getdi, belə gəldi. Belə söhbətlər yoxdur. Yəni biz çox şişirdirik məsələni. Təbii ki, İlham Əliyev şişirdir. Güya İran bizə böyük bir təhlükədir, belə olacaq, elə olacaq. Azərbaycan insanının özünün yaşam tərzi var və inanmıram ki, nə vaxtsa Azərbaycan hansısa bir dini dövlətə çevrilsin. Təbii ki, əhalinin yarısını qırmasalar, bu belə olası deyil.